nə qədər atalar balalarının gözündən düşür, nə qədər ərlər evdə özünü ailəni təmin edə bilmir də, dolana bilmir, yaşaya bilmir. Nə bilim, bir dəqiqə təbii şəkildə məsəl üçün insanlara bir rahat bir seçim versə ki, məsəl üçün qəbul eləsə ki, bunlar istədikləri ölkədə çıxsın. Gün nə qədər adam çıxıb getmək istəyir. Mən nə qədər taksi sürücüləri məsələn danışırıq, nə qədər adam. Burada hamı çıxıb getmək istəyir. Hamı çıxıb getmək istəyir. Deməli ələ verib cəmiyyət yaratmaq ki, getməsin. Hamı çıxıb getmək istəyir. Kəramət çox buyur söz ver. Bəli, yəni artıq o fikirləşir ki, mən burada heç bir gücə sahib deyiləm. Ömrüm də gedir. Heç nə eləyə bilmirəm. Çıxım gedim ki, məsələn Azərbaycanda məmurlar, pulu olan adamlar niyə evlərin aparır, pulların Avropa banklarında, məsələn Avropa ölkəsində, Amerikada, niyə orada təhsilə göndərirlər? Çünki özləri də ölkənin elə bil altına mina bastırıblar. Uşaqların bura layiq görmürlər. Hamı çıxıb getmək istəyir. Heç kim mübarizə aparmaq istəmir. Hayır, yaşamaq istəmir. Azərbaycanı qəlbən sevən adamların xoşbəxt olduğunu görməmişəm. Azərbaycanın büyüyün, Azərbaycanda ancaq ölkəni sevməyən adamları xoşbəxt görürəm mən. Yəni varlı görürsən, xoşbəxtlik biraz başqa məqamdır. Yəni sən insanı bilsən elə çətinliklər qarşısında qoyur bu, yəni ölkənin idarəçiliyi, insan özün məsəl üçün sən bilsən nə qədər sistem